Salam, hər vaxtınız xeyir olsun. Çox xoş gəlmisiniz. Kəfiliyəm Behrat Kəfili, sərpərst məcmuə fərhəngi vərzişi Sevin. Çoxlu iftixar edirəm ki, eləyə biləcəm bu dövrədə sizin xidmətinizdə olam. Hasil 15 il təcrübə bu zəminədə məni bura çatdırıbdı ki, hünərcilərimiz müxtəlif niyazlarla gəlirlər bizim klasslarımıza. Bir tədad əfrad olur ki, gələnmirlər huzuri klasslara. Onlara bir pəki amadə eləyək ki, həman huzuri dövrəyi ki, gəlirlər, istifadə edirlər, eləyə bilsinlər, qeyri-huzuri bu hərəkətləri öyrəşsinlər və dövrələri qabağa aparsınlar. Bu dövrəyə görə zehniyyət verim xidmətinizə. Biz 12 cələsədə eləyə biləcək 10 dənə hərəkət öyrəşək və 12 dənə tərkib öyrəşək. Bu tərkiblər və hərəkətlər sizə köməklik eləyəcəkdir ki, eləyə biləsiniz bir dənə gözəl rəqs və incə bir rəqs irayə verəsiniz. Birinci cələsəmizi başlayırıq. Bir dənə xahişim var xidmətinizdən. Şivə amuzişimiz برای اینکه gözəltər nəticə alaq bu şəraitdədir ki, mən hərəkəti tozih verirəm xidmətinizə. Ayaqlarından həmişə başlayacaq hərəkəti amuziş verməyə. Vaxt verəcək. Hər yerdə video deyirik, stop olunsun. Lütfən elə o ləhzə stop eləyəsiniz və başlayasınız təmrinə ki, qam və qam bahəmlikdə bir gözəl bir nəticə alaq. Sadə yapışdırma. Ya birinci yapışdırma. Sadə yapışdırma ya birinci yapışdırma bizim rişəsi var folklorumuzda. Yəni cüzv hərəkətlərdir ki, məmulən tamam bu ölkədə mərasimatda icra olunur və hamı Azərbaycan rəqsini onunla tanır ki, qalxırlar pənciyə əllərini çəkirlər üstə ki, bahəmlikdə öyrəşirik. Dərxwastım vardı. Əvvəl kamil halətdə baxasınız hərəkətə, bedahə surətində özünüzə təmin eləyəsiniz. Hərəkətimiz bu olur. Çox ali, 100% bu hərəkəti icra elədiniz və gözəl icra elədiniz. Sadə hərəkətdir, payə hərəkətimizdir. Başlayırıq kamil halətdə tozih verək xidmətinizə və mərhələ bir mərhələ qabağa gedək. Birinci halətimizi başlayırıq öyrəşək. Bu modeldə icra olunur. Ayaqlara lütfən diqqət eləyək. Qalxırıq pənciyə. Nə çox qalxırıq ki, təadümüz dəysin bir-birinə, nə az halətdə kəssən bilinməsin. Normal şəraitdə qalxırıq pənciyə. Ayaqlarımızı bir surət pistonu halətində üst və aşağıya aparırıq bu halətdə. Təlaşımız bundadır ki, ayaqlarımız qabaqdalıya getməsin. Dəqiqən bir nöqtədə üst və aşağı olunur. Sual iki mətrəhdir burada və ehtimalı vardır ki, bu mövzuda biz çırxaq budur. Aya bizim burada ləcən məfsəlimiz hərəkət edir, dizlər hərəkət edir ya topuqlarımız hərəkət edir payın tənəmizdə? Sualın cavabı baxsaz burada tapa bilərsiniz. Tənha məfsəli ki, hərəkət edir topuqlarımızdır. Dizlər kamilən saf, ləcən kamilən saf. Tənha məfsəl topuqdur ki, üst və aşağı olunur pistonu halətində. Lütfən videonu stop eləyin və başlayın dəqiqən bu işi siz görün. İkinci bəxşimiz. Şəllağı qismət. Lütfən baxaq. Qalxırıq pəncələrə, ayağımızı bir ayaqcan gətiririk qabağa və qeytəririk yerinə. Dubardan bir də sual soruşum xidmətinizdən. Bu qismətdə hansı məfsəl işdir? Ləcən məfsəlimiz işdir, dizlər hərəkət edir ya topuqlarımız? Əhsən, dəqiqən bizim ləcənimizdən qıçımız gəlir qabağa və qeydir dalıya. Yəni dizlər safdır, topuğumuz safdır və ləcənindən hərəkət tapır. Dərxwastım vardı, videonu dubaradan stop və başlayın təmrinə. Üçüncü bölüm bu iki bəxşi bir-birinə yapışdırmaqdır. Yəni pistonunu şəllağı yapışdıracaq və şəllağı da pistonuya. Ki olacaq bir dənə hərəkətimiz yapışdırma. Lütfən baxaq. Pistonu, 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 şəllağı. Yəni 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4.
Dərxastım olacaqdır ki, videonu istop eləyək və başlayaq təmrinə. Fəqət nöqtə 2 olacaqdır. Təmrinə buna diqqət eləyəsiniz ki, həttəmən əvvəl bəxşimiz ki, işlədik pistonu bir yerdə olacaqdır. Şəllağı gələcək qabağa və qeydəcəkdir. Tərcihən başardıqca səy eləyin nəvəsan qəddiz olmasın. Başlayaq təmrinə. Sağ ayağı məmulən qabaqda saxlayırıq ki, hərəkət sağla başlasın. Gedirik 1, 2, 3, 4, 1, 2, 3, 4, 1, 2, 3, 4, 1, 2, 3, 4. Burada diqqət eləsəz, tamam şumarişlərimiz necədir? Musavidir. 1, 2, 3, 4. Bu sərfən bundan ötürü ki, biz hərəkəti öyrəşək. İndi bundan bu tərəfə istəyirik hərəkətimiz ritmə düşsün. Bu model sayacaq. Deyəcək 1, 2, 3, 4. 1, 2, 3, 4. 4-ə bir dənə keşkeş verəcək. Bir dənə max verəcək. Olacaq bu halətdə ki 1, 2, 3, 4. Ba həm təmin edək. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3 sağ. 1, 2, 3 sol. Lütfən videonu istop edin və başlayın özünüzdə 1 dəqiqə bu modeldə hərəkəti təmin edəsiniz. Azərbaycan rəqsində kişilərin nümadə sembolü qartaldır, qadınlar nümadə gövərçindir. Biz o quşu bərain ki, bədənimizdə görsədək bu modeldə olur ki, qollarımız qalxır, 90 dərəcə biləkdən sınır. Barmaqlarımız yapışıqlıdır, şəst barmağımız da kamilən gəlir, yapışır. Əllərimiz kamilən keşidə və baş üstədir. Qartal əli ilə sadə yapışdırmanı icra edə bilirik. Əllər qalxır, 90 biləkdən sınır, baş üstədir, kamilən sinə çıxıb eşiyə, başlayırıq ayaqlarda 1, 2, 3, 4, 1, 2, 3, 4, 1, 2, 3, 4, 1, 2, 3, 4. Səyimiz budur ki, nəvəsanımız nə qədər başarırıq az olsun, yəni qəddimiz yenib qalxmasın, sabit, stabil dayanmışam, hərəkəti icra edirəm. 1, 2, 3, 4, 1, 2, 3, 4. Yapışdırma ilə nə işlər görə bilirik? Məharət yapışdırma. Bir yerdə hərəkəti icra edə bilirəm. Eləyə bilirəm yapışdırma ilə qabağa gələm. Daliyə gedəm. Bir nöqtədə bitəm ki, buna deyirik bitmaq, sadə yapışdırma bitmaq. Eləyə bilirəm yapışdırma ilə dör vuram. Hol bir dənə məhvər. 1, 2, 3, 4, 1, 2, 3, 4, 1, 2, 3, 4, 1, 2, 3, 4. Çox sağ olun ki, bu ləhzəyəcən bizdən yol bilirsiniz. Bu cələsənin hərəkətlərin kamil halətdə başlayın təmrin eləyin, məharətlərin bir xüsus çoxlu təmrin eləyin ki, gələn cələsəyə amadə olun.